Dəyərli izləyicilər, hər birinizi salamlayıram. Hal-hazırda Habeldonun Azərbaycan Fəqirəsi filialında yeni Elmlər filialıdır. Və hal-hazırda yanımda Elçin bəy oturub, ona bir neçə sualım olacaq və o da suallarına cavab verəcək. Salam Elçin bəy. Salam. Birinci sualım odur ki, niyə bir Çin markası? Yəni siz 27 ildir Azərbaycanda ortopedik ayaqqabılar olsun, Türkiyədə tanınmış firmaları olan Tubi, Trendy firmaları, Mim ortopedik mağazaları, yəni bunlarla məşğul olarkən, bunların satışına məşğul olarkən niyə əlavə bir Çin markası seçdiniz? Niyə bir Çin markası? Çünki dediyiniz kimi 27 ildir biz Azərbaycanda Mim ortopedik olaraq, Tubi olaraq, Trendy olaraq, bəs biz sayılı bir çox Türkiyənin tanınmış brendlərlə işləmişik. Bizdə həm Türkiyədən gələn ayaqqabıların təbii olmasını, zərərsiz olmasını, rahatsızlıq və keyfiyyət baxımından görə. Amma Çin markasına keçmə səbəbimiz, Çin markası bizdə belə bir şey deyim öncə. Çin adı gələndə bizdə Azərbaycanda hər kəs Çin keyfiyyətsizlik, keyfiyyəti aşağı, yəni komfortlu olmayan, rahatsızlığı olmayan və zərər baxımından ki, yəni ayaqqabıda zərər olar, uşaqların ayağına zərər verə bilər. O baxımından hamı Çin ayaqqabı, Çin adı gələndə bəzi bu dediyimiz giyəcək bir şeylərdən kənar qalır, çəkilirlər, yəni belə deyim ki, Çin adı gələndə. Bizim bu markaya keçmə səbəbimizin odur ki, deməli, bu markanı biz bir neçə illər araşdırdıq. Bu dünyada tanınmış 30-dan çox ölkədə satışları var, mağazalar var, 30-dan çox Habeldo markasıdır. Habeldo keyfiyyətdə, uşaqlara zərərsizliyində, ayaqqabılarının dözümlü baxımından, bir ayaqqabılarda ki, arxa sərtlik dəstəyini alır, içinin anatomik və komfort, ortopedik, anatomik və komfort dəstəyi var. Ayaqqabıda belə deyim də sizə, bir valideyn nə istəyir? Bir valideyn istəyir ki, birinci uşağının ayağına sağlığı olmalı, sağlıqlı bir ayaqqabı olmasını, ayaqqabının rahat və komfortlu olur və dözümlü, çox dözümlü. Bir ayaqqabı ki, zədə almır. Bir ayaqqabını ki, bizdə, biz firmada da, Habeldoda deyirik ki, belə bir ayaqqabını atırlar, bizdə maşında da yuyurlar, ayaqqabı necə deyil qalmış olur. Bəs Habeldo markası bizə nələr edir? Yəni onun əsas üstünlükləri, ən əsas xüsusiyyətləri nələrdir? Habeldonun bizə nəyi xüsusiyyətləri, nəyi vəd etməsini bizim Habeldoda öncə dediyim kimi maraqlandıq. Yəni bu film haqqında geniş bilgilər topladığımızdan sonra bu Azərbaycana gətirdiyimizi bu markanın keyfiyyətli, zərərsiz, rahatsız və komfortunun olmasıdır. Və bir ayaqqabı belə bir şey deyim, model, bəzi markalar var ki, ayaqqabıda keyfiyyət var, görünüş yoxdur. Ayaqqabılar var ki, görünüşü var, amma keyfiyyəti yoxdur və rahatsızlığı yoxdur. Amma uşağa gəldikdə şu ayaqqabıları həm komfortlu, həm keyfiyyətli, zərərsiz və rahatsızlığı olmasını üstünlüyü yəni çox getirir. Bu belə olmalıdır. Yəni dördü bir arada birləşir. Bu bir arada olmalıdır. Zərərsizə üstünlük verir. Yəni çünki sağlıq baxımından önəmlidir, komfortluqdur, keyfiyyətdir və dəb. Yəni dediyiniz kimi, yəni sizin sualınızda Habeldo tanınmış bir markadır. Habeldo dünya dəbinə gedən bir markadır. Yəni modellər buraxılır, yeni modellər buraxılır, keyfiyyətli, zövqlü, rəng, daha yəni uşaqlara uyğun rənglər buraxılır ki, yəni uşaqların sevimlisi, ayaqqabıların içinin komfortlu olması, anatomik və komfortu dəstəkləyir. Və dediyiniz kimi, bugünkü gündə uşaqların bir çoxusunda valgus deformasiyası, yastı pəncəli deformasiyalar çoxdur bugünkü gündə. Valgus deformasiyasının yəni düz dərəcələrə görə dəyişir. Əgər valgus deformasiyası çox olmayan uşaqlarda, az bir dərəcədə olan valgus deformasiyasından bu ayaqqabılarda özəl sərtlik var. Arxaki valgus deformasiyasını saxlayır və rahatsızlıq və komfortlu daşıyır, anatomik və komfortlu daşıyır. Zədə götürməməsidir, modellərin rahatsızlığıdır, görünüşü, ölçülərimiz var. Ölçülər 18 ölçüdən 5-6 aylıq uşaqdan 40-41 ölçüyə qədər ayaqqabıları mövcuddur. Həm böyüklərdən. Böyüklər üçün bu markanın bizdən xanımlar çox alır. Xanımlar, bizdən bu markanı alanlar, yəni ki, bu tadı gördükləri ziyəndən sonra özləri də təsdiq edə bilər,
ki, yəni biz markadan deyirik ki, markanın keyfiyyəti necə rahat. Belə deyim də sizə. Bizdə valideynlər uşaqların dərsə getdiyini düşünərək də, yəni dərsdə uşaqlar məktəbdə belə deyim, olduğu zaman ayaqqabılarını istər-istəməz bir-birinə toxunurlar, onun ayaqqabısı zədə götürür, ya vurur, ya top oynayır. Belə bir şeylərdən həmişə nəyə narahatsızlıq gətirirlər ki, ayaqqabı aldıqları zaman nəyə narahatsızlıq gətirirlər ki, ağ ayaqqabıları. Ağ ayaqqabılardan dasırlar. Çox valideynlər ki, yox, ağ ayaqqabı bizlik deyil. Yəni bəzən mağazaya girir valideynlər ki, ağ ayaqqabı bizlik deyil, yox, ağ ayaqqabını göstərməyin. Uşaq batırır, uşaq əlində 2 günlükdür. Belə bir sözümüz var da, belə bir şey deyil. Amma bir markadakı belə bir şey deyim ki, bu ağ ayaqqabılarda necədir? Gördüyünüz kimi, ayaqqabının ön hissəsi, yan hissəsi fərq etməz, zədə götürmür. Ayaqqabı istədiyiniz qədər, bunun nə qədər vursa da, ayaqqabı zədə götürmür. Belə bir ayaqqabı. Həm rahatsız və komfortlu yerində və zədə götürülməsi öz yerində. Ayaqqabının altında yenə yuyulur. Ayaqqabı mağazadan aldığınız şəkil necədir? Bu şəkildə də olur. Yəni buna əlavə bir şey ehtiyacımız. Və sizə bir şey də qeyd edim ki, bugünkü gündə dünya biz sizə sizin hər şeydən öndə getməsi, hər şeyin daha bizdən, dünyada hər şeyi yaxşısını və yeniliyi dünyaya çatdıran Çin. Yəni bunlarda ayaqqabıda bir mexanizmin belə çıxmasını görürsünüz, uşaqlar, yəni bəzən valideyn, uşaq var da, öyrətməyibdir, evdə dərsdə, ya harasa bir getdiyi zaman özü asıb giyindirməsi üçün narahatsız çəkir, yəni çətinlik çəkir. Amma bunlar üçün belə bir şeydir, mexanizmdir, görürsünüz burada. Bunları uşaq özü geri fırladığı zaman rahat şəkildə genişlənir, belə açılır, ayaqqabısını çıxardır və giyindiyi zaman üstündən basır, üzərindən sadəcə fırlamaq. Başqa bir şey deyil. Bu toz şəkildə yəni çox keyfiyyətlidir, çox valideynlər düşünə bilər ki, yox, bu qırlar, bəlkə yox, elə bir şey deyil. Yəni, bunu giyinən zaten bizdə ATBK markasını, komfort, digər alanlarda bilinir. Amma Haverdo markasını alanlar müştərilər bilir ki, bu markanın keyfiyyəti və dözümlüyü necədir. Əlavə bir sualım olacaq. Bəs bu marka Azərbaycana gəldi, Azərbaycanda tanındı. Valideynlərin bu ayaqqabılara qarşı reaksiyası necə oldu? Yəni, onlar bu ayaqqabıları aldılar, əldə elədilər, daha sonra geri dönüş etdilərmi? Yəni, necə bir təəssürat yaradacaq? Daha doğru, daha sənin sizə bir cavab verin. Biz Haverdo markasını Azərbaycana gətirəndə günü bu gündə yeni müştərilər tərəfindən deyə bilərəm. Amma ki, qaldı ki, bizim öz müştərilərimiz, daim müştərilər 27 ildir fəaliyyət göstərdik. Yəni biz birinci növbədə bir şey də xatırladım ki, sizə biz işlədiyimiz müddətdə adımıza və keyfiyyətimizə görə işləmişik. Yəni bizə gələn müştərilər bizim keyfiyyət və doğru düzgünlüyümüzə görə yaxınlaşır bizim mağazamızda. İstər ATBK ayaqqabılarda, istər Almanik ayaqqabılarda, istər yeni Haverdo gələnlərdə biz keyfiyyətə və doğru düzgünlüyə getmişik ki, müştəri məmnuniyyətli, müştəri məmnun olmalı. Müştərilərin, bəli, Haverdo markasını gətirdiyimiz zaman müştərilər bizim mağazada girib Nimo ATBK markasını və Tutubi markasını tanınmış dükkanın brendləri ilə satdığımızın içində başa dönün, niyə gətirdiyinizi sualınıza. Biz bunu müştərilərə və müştərilər bunu bizdən soruşduğu zaman ki, bu Çinin malıdır, keyfiyyət baxımından necədir, biz çətinliklər çəkdik ki, bunları öyrəşdirənə qədər ki, bu Çin malı, yəni bu düşündüyünüz Çin malı deyil. Bu daha keyfiyyətli, daha tanınmış dünya bir brendinin və daha rahat və komfortlu olmasını tanınmış bir markadır. Müştərilərimiz belə deyim, təkliflərimizi etdik, müştərilərimiz aldı və müştərilərimiz bunu bir kərə bir sözü bizdən dinlədilər. İkinci kərə müştəri bizim mağazamıza girdiyi zaman ayaqqabıların keyfiyyəti necə olmasını, necə razı qaldıqlarını, Haverdo ayaqqabısı necə razı qaldığını özləri yorumlarda da yaza bilərlər, özləri də deyə bilərlər. Yəni bunu hamı bilir. Yəni alan razı qalır. Alan, yəni doğrudan səmimi şəkildə razı qalır, çox razı qalır. Yəni, zaten müştəri bizdə razı qalmasa, biz bu markanı Azərbaycana gətirmərik. Biz rəsmi olaraq Azərbaycana müqavilə rəsmi şəkildə gətirməyimizdən öncə Haverdo öncə gətirdik, öncə müştərilər tərəfimizdən dənədik, özümüz dənədik, bu ayaqqabının keyfiyyətin və hansılığını gördükdən sonra, ondan sonra rəsmi olaraq bizim Azərbaycana gəldik. Yoxsa bu ayaqqabıda bir keyfiyyətli, istədiyimiz keyfiyyətli olmasa,
yəni biz onun görüşünə vurub gətirməliyik Azərbaycana. Birinci növbədə dediyim kimi müştərilərin məmnuniyyəti idi. Biz bu cür çalışmışıq. İnşallah bundan sonra da bu cür çalışacağız. İnşallah. Suallarıma ətraflı cavab verdiyiniz üçün və səmimi cavab verdiyiniz üçün sizə təşəkkür edirəm və sağ olun.